Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Aprel və may ayları 2026 üçün bürclər üzrə geniş və maraqlı proqnoz hazırdır. Bu mətn YouTube üçün uyğundur. Axıcı və səsləndirmə üçün rahat formada hazırlanıb. 2026-cı ilin aprel və may ayları bürclər üçün hansı sürprizləri gətirir? Hansı bürclər uğur qazanacaq? Hansı bürclər diqqətli olmalıdır? Gəlin birlikdə bu maraqlı astroloji səyahətə çıxaq. Bu dövr ümumilikdə yenilənmə, dəyişiklik və yeni başlanğıclar enerjisi ilə doludur. Xüsusilə yaz aylarının təsiri ilə bir çox bürc üçün həyatın müxtəlif sahələrində canlanma hissi olunacaq. Amma bu dövrdə ən çox diqqət çəkən bürc var, Dolça bürcü üçün. Bu aylar sözün əsl mənasında dönüş nöqtəsi ola bilər. Aprel ayında dolçalar uzun zamandır düşündükləri planları həyata keçirmək üçün ideal fürsətlər tapacaqlar. Xüsusilə iş və maliyyə sahəsində gözlənilməz uğurlar mümkündür. May ayında isə dolçaların sosial həyatı canlanacaq, yeni tanışlıqlar və maraqlı əlaqələr qurulacaq. Əgər dolça bürcüsünüzsə bu dövrdə risk etməkdən çəkinməyin, çünki şans sizin tərəfinizdədir. Qoç bürcü üçün aprel ayı enerjili və aktiv keçəcək. Yeni layihələrə başlamaq üçün ideal zamandır. May ayında isə bir az səbirli olmaq lazımdır, çünki bəzi planlar gecikə bilər. Boğa bürcü üçün sabitlik ön plandadır. Apreldə maliyyə baxımından rahatlıq hissi olacaq. May ayında isə şəxsi münasibətlərdə gözəl dəyişikliklər baş verə bilər. Əkizlər bürcü üçün bu aylar ünsiyyət və yeni ideyalar dövrüdür. Xüsusilə may ayında yaradıcılıq zirvəyə çatacaq. Xərçəng bürcü emosional baxımdan daha həssas ola bilər. Apreldə keçmiş məsələlər gündəmə gələ bilər, amma may ayında hər şey daha aydın və rahat olacaq. Çil bürcü üçün bu dövr uğurlu sayılır. Apreldə liderlik qabiliyyətləri ön plana çıxacaq. May ayında isə maddi qazanc ehtimalı artacaq. Qız bürcü üçün planlı və sistemli hərəkət etməyin faydası görünəcək. Xüsusilə iş həyatında irəliləyiş mümkündür. Tərəzi bürcü üçün sevgi və münasibətlər ön plana çıxır. Aprel romantik anlarla zəngin olacaq, may isə daha ciddi qərarlar gətirə bilər. Əqrəb bürcü üçün dəyişikliklər qaçılmazdır. Bu dəyişikliklər əvvəlcə çətin görünsə də, nəticədə müsbət təsir göstərəcək. Ox atan bürcü üçün səyahət və yeni imkanlar dövrüdür. Xüsusilə may ayında həyatınızda maraqlı dönüşlər ola bilər. Oğlaq bürcü üçün bu dövr zəhmətin bəhrəsini görmək zamanı. Apreldə başladığınız işlər may ayında nəticə verəcək. Balıqlar bürcü üçün isə intuisiya güclənir. Daxili səsinizə qulaq asmaq sizə düzgün qərarlar verməyə kömək edəcək. Ümumilikdə isə aprel və may ayları bürclər üçün yenilənmə, inkişaf və fürsətlərlə doludur. Amma bu dövrün ən şanslı və parlayan bürcü məhz dolçadır. Əgər bu cür astroloji proqnozları bəyənirsinizsə izləmədə qalın və növbəti videolarda daha çox maraqlı məlumatlar əldə edin.